Salam arkadaşlar, necəsiz, yaxşısınız? Bugünkü qaydamızın adı məlum, məchul və şəxssiz növ feillərdir. Məlum növə keçək uşaqlar. Məlum növ feillərdə hərəkəti icra edən qrammatik cəhətdən məlum olur. Məsələn, deyirəm ki, Xaliq bağçaya gedir. Neynir? Gedir. Məlum növdür. Qarabağı işğaldan azad etdik. Həqiqətən də azad edildi. Məlum növdür. Məlum növdən fərqli olaraq məchul növ feillər olan cümlədə subyekt məlum olmur. Məchul növ müxtəlif feillərə ıl, ın, n şəkilçiləri artırmaqla düzəlir. Torpaq şumlandı, toxum səpildi. Bu cümlələrdə obyekt mübtəda rolunda çıxış edir. Bu şəkilçilərlə düzələn bəzi feillərin xəbər vəzifəsində işləndiyi cümlənin mübtədası olmur. Belə feillərə şəxssiz növ feillər deyilir. Bizdə qonağa hörmət edilir. Orkestrdə bu alətdən istifadə olunmur. Hörmət edilir, istifadə olunmur. Bunlar şəxssiz növ feillərdir.